Samir Bağırov. Deyir, üç gündə bir yemək yeyirəm. Amma əslində Samir Bağırov belə çəkisini çox atıb. Mən inanıram ki, elə doğrudan da 3 gündə bir dəfə yemək yeyir. Yəqin balıq yeyir, kürü yeyir, bilmirəm. Əvvəllər deyirdi pulum yox, deyirəm bəlkə indi belə toylara, tədbirlərə gedir, pulu biraz var, belə düşünən. Diyetə saxlamıram, ümumiyyətlə heç nə yemirəm. Gün ərzində südlü kofe içirəm, özü də şirin. Hətta gün ərzində bu 2-3 dəfə ola bilər. Bəzən də konfetlə çay içirəm, sadəcə yemək sayılan yeməkləri yemirəm. Təbii ki, bizim media mən istinad edirəm. Bizim media materiallarınızı daima oxuyuram. Onlar da istinad edib qonaqcıl verilişinə Samir Bağırov orada açıqlama edib. İfaçı diyetə saxlamasa da çox qidalandığını bildirib. Demək olar ki, yemirəm. 2-3 gün ərzində bəlkə bir dəfə yeyirəm. Şirniyyatı ümumiyyətlə ağzıma qoymuram. Özümü normal hiss edirəm. Acılıq hissi yoxdur. Zamanla dəyişir. Gələcəkdə insanlar yeməklə məşğul olmayacaqdır. Oradan da elədik, əvvəllər neçə il bundan əvvəl belə qazan yeməklər bişirərdik. Mətbəximizdən həmişə küftəni gəlirdi. 3 bacı dolmasının, kələm yarpağı dolmasının, kələm dolmasının, nə bilim belə tənə yarpağından hazırlanmış dolmaların qoxusu gələrdi. İndi ümumiyyətlə uzaqlaşmışıq. Nə bişiriksə atırıq suda, belə pörtlədirik, suda yeyirik. Yeməkdən imtina etmiş deyiləm. Sadəcə bu mənə lazımdır. Səhnə üçün arıqlamalıyım. Hər tərəfdən yaxşıdır. Ac qalmaq sağlamlıqdır. Tərəziyə çıxmıram. Baxmıram da. Üzümü qırxanda bilirəm ki, arıqlamışam. Ciddi kök olanda daha asan olur. Hamımız bunu hiss edirik. Samir çox arıqlamış, amma əciyyəb edimsən.